1947-ci ildə həmin tarixə qədər Britaniyanın koloniyası olan Hindistan müstəqillik əldə etdi və ölkə dini əsasda iki dövlətə bölündü: Hindistan və Pakistan. Bu bölünmə milyonlarla insanın həyatını dəyişdi, böyük qanlı toqquşmalara səbəb oldu. Kəşmir isə bu bölünmənin ortasında qaldı. Bölgənin əhalisinin əksəriyyəti müsəlman olsa da, rəhbəri Hindu idi. O əvvəlcə müstəqil siyasət yürütmək istəsə də, Pakistan tərəfindən gələn silahlı basqınlar nəticəsində Hindistana qoşulmaq qərarı verdi. Hindistan isə bunu əsas gətirərək Kəşmirə qoşun yeritdi və beləliklə ilk Hindistan-Pakistan müharibəsi başladı. 1948-ci ildə BMT-nin müdaxiləsindən sonra atəşkəs elan olundu və Kəşmir faktiki olaraq iki hissəyə bölündü. Bir hissə Hindistanın, digəri isə Pakistanın nəzarətində qaldı. Hindistan və Pakistan bundan sonra daha iki dəfə 1965 və 1971-ci illərdə hərbi əməliyyatlarda üz-üzə gəldi. 1971-ci ilin müharibəsi Pakistan üçün xüsusilə ağır oldu. Şərqi Pakistan müstəqil Bangladeş dövlətinə çevrildi. 1999-cu ildə isə tərəflər bir daha bu dəfə Kargil bölgəsində üz-üzə gəldilər. Bu, nüvə silahına malik iki ölkənin münaqişəyə çox yaxınlaşdığı an idi. Beynəlxalq təzyiqlər və qarşılıqlı fəlakət qorxusu tərəfləri geri çəkilməyə məcbur etdi.